Bu, İranın Azərbaycana qarşı 30 illik təxribatları barədə qısa xülasədir. Bilirsinizmi, 1991-ci ildən müstəqilliyini bərpa edəndən bəri dünyəvi Azərbaycan İranın molla rejimi üçün necə böyük bir təhlükə kimi görünüb. Bax, bu sənəd bizə məhz həmin qorxunun yaratdığı 30 illik gizli və açıq mübarizəni, o bütöv terror kampaniyasını tam çılpaqlığı ilə göstərir. Birincisi, gəlin daxili sabitliyi pozmaq üçün istifadə olunan terror və proksi qruplardan. Yəni, İranın öz əvəzinə döyüşdürdüyü o qüvvələrdən danışaq. İnanırsınızmı, bu cəhdlər hələ 90-cı illərdə Bakı metrosunu partladan o məlum Sadval qruplaşması ilə başlayıb. Sonra isə silsilə qətillər gəlir. 1997-ci ildə akademik Ziya Bünyadovun, 2011-cidə isə yazıçı Rafiq Tağının öldürülməsi. Və bu hələ son deyil. Lap yaxınlarda, yəni 2023-cü ildə deputat Fazil Mustafaya qarşı o sui-qəsd. Üstəlik, Təhrandakı səfirliyimizə edilən və bir nəfərin ölümü ilə nəticələnən qanlı hücumda məhz eyni ssenarinin bir parçasıdır. İran həm də dövlət quruluşumuzu zorla devirmək üçün Hüseyniyun adlı silahlı şəbəkəni və 2015-ci il Nardaran hadisələrindən tanıdığımız Müsəlman birliyini yaradıb. İkincisi, gəlin prosesin təkcə gizli qalmayıb əməlli başlı açıq hərbi toqquşma həddinə necə çatmasına baxaq. Yəqin ki, 2001-ci ilin iyulunda Xəzərdəki kəşfiyyat gəmimizə İran hərbi gəmiləri və təyyarələrinin müdaxiləsini xatırlayırsınız. Yılın 23-də Xəzərin Azərbaycan sektorunda baş vermiş insidentdən sonra İran hərbi hava qüvvələrinə məxsus qırıcı və kəşfiyyatçı təyyarələr artıq 5-ci dəfədir ki, Azərbaycanın hava sərhədlərini pozur. Ölkəmizin hava hücumundan müdafiə qüvvələri isə hələ ki susur. Bu cür açıq təxribat yalnız Heydər Əliyevin qətiyyətli addımları və Türkiyənin göndərdiyi F-16 qırıcılarının Bakı səmasında uçmasından sonra dayandırılmışdı. Yaxud elə bu günlərdən Naxçıvanda hava limanı və məktəbi hədəf alan PUA, yəni o dron hücumunu götürək. Bu fakt təcavüzün nə qədər real olduğunu sübut edir. Nəhayət, bəs bütün bu mürəkkəb, qorxunc mənzərənin sonu nə oldu? Yəni 30 illik fasiləsiz casusluq, dini radikalizm və hərbi təzyiqlərə rəğmən Azərbaycan dövləti təhlükəsizlik tədbirlərini daha da gücləndirdi. Beynəlxalq tərəfdaşlarla əlaqələri genişləndirərək öz dünyəvi modelini, müstəqilliyini və daxili sabitliyini tamamilə qoruyub saxlaya bildi. Qısası, 3-10 illik davam edən terror və təhdid kampaniyası Azərbaycanın müstəqil və dünyəvi inkişaf yolunu əngəlləməkdə aciz qalıb.